Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial sifarişi əsasında gündəlik həyat fəaliyyətində çətinlik olan uşaqların dəyərləndirilməsi və həyat keyfiyyətini artırmaq üçün terapiya imkanlarının genişləndirilməsi ilə bağlı innovativ təşəbbüslərin həyata keçirilməsi layihəsi çərçivəsində xüsusi mobil tətbiq və ergoterapiya.az saytı hazırlanmışdır. Mobil tətbiq və veb səhifə vasitəsilə gündəlik həyat fəaliyyətində çətinlik olan uşaqların valideynləri öz övladları ilə evdə məşğul olması üçün peşəkar mütəxəssislər tərəfindən hazırlanmış video dərslər əldə edə və övladının inkişafına kömək edə bilər. Veb səhifədə 5 bölmə mövcuddur. Mobil tətbiqdə isə ergoterapiya, məqalələr və video bölmələri valideynlərin istifadəsini asanlaşdırmaq üçün təqdim edilir. Tətbiqdə ergoterapiya düyməsini sıxmaqla övladınızın gündəlik həyat fəaliyyətindəki çətinlik riskini ehtiva edən indikatorlara uyğun olan suallara cavab verirsiniz. Cavablarınıza uyğun olaraq tətbiq uşaqda 7 sahə üzrə riskin olub-olmaması ehtimalını müəyyən edir. Testin sonunda daha ətraflı düyməsinə basaraq ergoterapiya sahələrinə uyğun nəticələri də görə bilərsiniz. Videolar bölməsində layihə çərçivəsində hazırlanmış video dərslər yerləşdirilmişdir. Bu dərslər 7 sahə üzrə kateqoriyalara bölünmüş və hər kateqoriyaya məxsus bölmə yaradılmışdır. Bölməyə daxil olaraq siz həmin bölmə üzrə videoları izləyə və övladlarınıza tətbiq edə bilərsiniz. Veb səhifənin və tətbiqin layihə haqqında bölməsində layihənin yaranma məqsədi haqqında məlumat yerləşdirilmişdir. Həmçinin ergoterapiya nədir bölməsində isə ergoterapiya ilə bağlı geniş məlumat təqdim olunur. Veb səhifənin və tətbiqin məqalələr bölməsində ergoterapiya ilə bağlı müxtəlif mövzulara aid məqalələr yerləşdirilmişdir. Həmçinin bu bölmədə ergoterapiya ilə bağlı metodik vəsait də hazırlanmış və yerləşdirilmişdir.